Rusiya çox ağır durumdadır. Baxın, bugün Putinin o yekə-yekə danışmağına baxmayın. Hədələrini artıq keçmir. Sən bilirsən, əgər sənə parad keçirməyə, yəni o belə deyək də, şərait yaratdısa, ən azından vur onun enerji infrastrukturunu, vur onun hərbi obyektlərini. Sən Kiyevi vurursan, 24 günahsız insan həyatını itirirsə, onun 3-ü uşaq 15, 17, bir də 19 yaşlı uşaqlardır. Təsəvvür edirsiniz? Yəni, uşaq deyək də, yəni həyatda hələ bismillah eləməmiş bir insanı sən 24 insan həyatını itirib və 50-yə yaxın insan yaralanıb. Əlbəttə ki, bunun cavabı olacaqdır və oldu. Və bugün də yenə ağılsızlıq eləyib vurub. Və bugün də vurub. Yenə də yaralananlar var. Yenə də dağıntılar var. Bunun cavabı yaxın saatlarda mütləq olacaq. Minlərlə dron Rusiyaya buraxılıb, minlərlə. O bayaları Rus ekspertinin fikirlərini dediniz. Ulduz baskını. Bəli, ulduz baskını bugünləri mümkünsüzdür. Yəni, bu dron sürüsü deyirlər. Dron sürüsü. Yəni, o dron sürüsünün qarşısını bilirsiniz necədir? Yəni, göydə ulduzların sayını bilirsənsə, yerdə dronların da sayını bilirsən də. Yəni, bir hərbi nöqteyi nəzərdən, yəni, bunu hava uzunun müdafiə sistemi bir dalğanı qarşılayar, 2 dalğanı qarşılayar, 3 dalğanı qarşılayar. Bu mümkün deyil, böyle avtomatik olaraq bu 5 dalğanı. Yadınıza gəlir 44 günlük savaşda biz deyirdik ki, ermənilər 6 səddən ibarət müdafiə qurmuşdular. Bəli. Ona görə bu Putinin ağlı yoxdur. Putinin tupoy generallarının ağlı yoxdur. Onun o Gerasimov olsun, onun Şaygusu olsun, onun Belousov olsun, digələ o donuza oxşar Suravikin var idi, Suriyadan gətirmişdi. Yadınıza gəlir, boynu dönmürdü belə. Bunun generalları başa düşməlidirlər ki, qardaş 21-ci əsrdir. 21-ci əsrdə sən 5-ci ildir, heç nə əldə etməmsən və edə də bilməyəcəksən. Artıq, mən siyahını istəyirdim yazam, Rusiyanın şəhərlərinə baxın. Qabaq bir dənə Belqaradda idi, bir dənə Bryansk idi, bir dənə Kursk idi. İndi sayırsan, Perm. İndi mən ötən gün qohumlarım gəlib Samarada yaşayan qardaşım deyil. Samara artıq, orada bir adını da dedi də, ötən gündə yadımdan çıxdı. Bir maraqlı da adı var, biz burada xəbərlərdə də oxuduq. Yəni şəhərin artıq... Nevnomıysk, belə bir... Biri oydu, bir də digəri Sızran. Sızran var. Bax, onların hər biri artıq vurulur. Rusiya xəritəsi olsaydı, biz o xəritədə o şəhərləri göstərərdi. Gözünə soxmaq lazımdır ki, sən getmişdin Ukraynanı demilitarizasiya, denasifikasiya eləməyə. Nə oldu? Amma arxada hər şey yanır. Bu nə fikirləşir? Müharibəni də dayandırmaq istəmir. İndi qarşıdakı dəqiqələrdə xeyli məni Trump güldürdü. Deyir, İranlılar məndən qorxmalıdırlar. Fikir veriniz də. Danışarıq İran haqqında, amma indi əziz tamaşaçılar, yeri gəlmişkən belə fikirlər var ki, əgər müharibə başlayanda dünya liderləri Zelenskinin belə deyək, yerində olmağı siyasi intihar hesab edirdilərsə, bugün heç bir dünya lideri Putinin yerində olmaq istəməz. Çox hörmət etdiyim İbrahim Nəboğlu'nun fikirləridir. Telegram kanalında yazıb, buradan da salamlayırıq həmkarımızı və həqiqətən də doğru deyir. Müharibə başlayanda hər kəs deyir də, Zelenski, sən dünyanın nəhəngi ilə döyüşmək cəsarətində deyilsən. Biri təlxək deyirdi, biri şovmen deyirdi. Day, Zelenski ilə bağlı, biri siyasətçi deyilsən deyirdi. Hər kəs bir söz deyirdi, amma adam kişi ki, müharibəsini aparır, 5-ci ilə keçib və müharibəni Rusiya ərazisinə keçirib. Rusiya istəmədən Ukraynanı, necə deyərlər, təkmilləşdirdi, hərbi potensialını təkmilləşdirdi və Ukrayna bugün özü başqa ölkələrə artıq silah satır, dron satır, PUA satır, mütəxəssis göndərir və raketlər. Mən ötən günlərdə elə onun o raketləri haqqında oxuyurdum. 3000 kilometrə yaxın yazılan, yəni Wikipediyasında yazılanlara görə. Həqiqətən də bu günləri çox rahat şəkildə. Deməli, indi təsəvvür eləyin ki, indi siz Rusiyada da olmusunuz, qohumlar var. Rusiyanın dərinliklərinə, yəni artıq dərinliklərində olan zavodlar bu günləri müdafiə olunmurlar. Çünki çox rahat şəkildə vururlar. Bu bütün hava ucundan müdafiə sistemlərini yığıb ki, bunun o heç kimə lazım olmayan canın qorusunlar. Moskva ətrafı. Bir də sevimli Kavayevasına birdən də kimsə kişi eləyər, ürəyə gedir qızın. İdmançıdır da. Ona görə bilirsiniz, bu günləri bu qədər dronla, bu qədər raketin qabağında bilirsiniz, Rusiyanın duruş gətirməsi mümkünsüzdür. Bunu hamı başa düşür.
Bu günləri inanın ki, biz 2022-ci ildə mən bir neçə dostlarımız bu haqda danışanda bizə dedilər, bunlar dəlidir, o sizin bayaq dediyiniz kimi. O da Putin deyir, bu siz bilirsiniz nə deyir. O balaca boyuyla deyir, bax balaca boyu var. Dam dolusu toyu var. Yəni, güya bu özündə nə isə belə deyək də əks etdirirdi. Amma doğrudan bu boş qazan imiş. Generalları da boş qazan idi, özü də boş qazandı. Və baxın, bu günləri Ermənistanın başına nə onu gətirir. Sözün həqiqi mənasında Ermənistan onu belə deyir də, barmağına dolayıb o əlində o təsbih fırladarsan. Bu günləri Rusiyanı bu belə təsbih kimi fırladır. Ona görə bu günləri müharibə Rusiya ərazisindədir. Ukrayna ərazisində vurulur, Ukraynada da ölənlər var. Amma son günlər dron deməli bu müharibəsini, o siz də bayaqlar dediniz, ulduz basqını. Deməli, ulduz basqını artıq xeyli müddətdir. Yer gəlmişəm bir şey deyim. Dünənləri Netanyahunun bir açıqlamasını gördüm. Biz Ukraynanın dron təcrübəsini öyrənmək istəyirik. Deməli, fikir verin. Ukraynaya dron... Dünyanın ən ağıllı başı olan yəhudilər bile... Fikir verin, həqiqətdə elədir. Deməli, Ukraynalılar bizim 44 günlük müharibədən dərhal sonra Azərbaycana gəldilər. Azərbaycanın tətbiq elədiyi taktikanı öyrəndilər. Deməli, Azərbaycan, Ukrayna indi deməli, Rusiya indi yavaş-yavaş artıq gördü ki, dayan doldurun vaxtı deyir, tank məsələsi deyir burada, dron, raket. Ha, bu elə 5 ildə eyni elə sarsağan kimi, elə tutuquşu kimi eyni şeyi təkrar edir. Belə raketim var, belə vuracağım, belə dağıdacağım. Vuran oğul deməz, vurar. Düz aramızdır, sən müharibə aparırsan, sən zarafat verir. Keçən dəfə də bir açıqlama verdi da, şeylərdən, o sarmatlardan danışdı, nə bilim, o nüvə başlıqlı raketlərindən danışdı, areşniklərdən falanlardan danışdı. Güya bunun, belə deyək də, adi raketi bunu xoşbəxt eləmişdi, bu həmin o sarmata deməli nüvə başlığı qoyacaq. Adama deyərlər ki, sən 2024-cü ildə sınaq uçuşu vaxtı raket sənin öz təpəvə düşdü. Öz başlarına düşmüşdü, elə Rusiya arasına düşdü. Rusiya arasına düşdü. 2021-ci ildən bu sarmatı, cəmaatı belə də barmağına sarıya danışır. Həqiqətdə elə deyir, Ləman xanım, mən başqa söz demirəm. Nə var onu deyirəm. Özü çox maraqlıdır ki, bu Areşnik, Greşnik, bu Areşniklə Ukraynanı lərzəyə gətirmişdi. Bu, Trump da oturub belə, Trump'ın bir xasiyyəti var axı, belə ağza belə əyilib baxmağa. Trump da buna belə, Ankara'da belə qulaq asırdı. Ha, bu nələr danışır, ha kişi. Bunun gücündən qorxmaq lazımdır. Bu bayaqları dedim, fikrim yarımçı qaldı. Bu günləri açıqlama verib ki, İranlılar məndən qorxmalıdır. Özdə kimə açıqlama verib? İsrail nəşrinə açıqlama verib ki, mən zarafat eləmirəm. Mən özdə dünənə yığmışdı komandasını yenə. Yığıbdı, müzakirə edib ki, İranla necə mübarizə aparır. Neysə, qayıdıram bu Rusiya-Ukrayna müharibəsi. 1546-cı gündür. 1546 gün, bilirsiniz necədir. Bu rüsvayçılığın, rəzalətin də o yanı yoxdur. Moskva vurulur. Moskva ətrafı vurulur. Siz təsəvvür edirsiniz, o görüntülər düzdür. İndi bəziləri süni intellektlə də nəysə eləmişdilər. Amma mən sizə deyim ki, o mənzərə dəhşətli mənzərədir. Ölənlər var. Rusiyada ölənlər var. Siz təsəvvür edin, Solovyov efirdən Putin açnis sözün deyir. Deyir mi elə? İnanın ki... Bu Kremlin ruporudur, təsəvvür edin ki... Putin açnis, yebnut naşı люди. Təsəvvür edin, bunu Xadaryanokda deyir. İvaşov ümumiyyətlə susur, çünki müharibənin əvvəlində Rusiya Zabitlər İttifaqının sədri, o general-polkovnik, Rusiya Müdafiə Nazirliyi, SSR Müdafiə Nazirliyində yüksək vəzifə tutmuş general deyirdi ki, biz bu avanturaya getməməliyik. Bugünə baxın, qısa bir müddətdə Ukrayna öz dronlarını istehsal edib və Rusiya ərazisinin dərinliklərinə vurur. Bu Amerikanın dronları deyil, bu Storm Shadow'lar deyil, İngilislərin və yaxud da ki, Fransızların və digərlərindir. Bu özlərinin hazırlığı. Tomahawk deyil, flamingolardır məsələn. Flamingolar, əlbəttə ki. Flamingolar haqqında mən keçən dəfə dedim, xarakteristikası haqqında oxudum. Bir mənbədə 2000, bir mənbədə isə 3000 kilometrə qədər uçan raketlərdir. Bilirsiniz, dostlar bəzən deyirlər ki, biz Ukraynanı biraz şişirdirik. Əvvəla, haqq Ukraynanın tərəfindədir, açıq deyəkdir. Müharibəni Rusiya başlayır. Valla Ukraynanı lapap şişirdiriksə də şişirtməyin də yeridir da. Yəni kim 5-ci ilə keçər ki, bax bu boyda qışdan... Əli yalın. Hətta indi istənilən halda mən sakinliyi, vətəndaşın deyirəm, doğrudur 1 milyon adam
o müharibə dəhşətindən gedib, köç edib. Amma ən azından bu boyda milyonlarla insan, nə qədər əhalisi var? Bir 40 milyon var mı Ukraynanın? Əlbəttə ki. Yəni bu insanlar bu vətənini qoruyur və siz demişkən əli yalan, başına raket yağa-yağa və qışda o Rusiyanın bütün onlara qarşı tətbiq etdiyi vurdu, bütün o infrastrukturu dağıtdı ki, soyuqdan donun, ölün. Yəni bütün bu sədləri aşağı döyüşürlər da. 5-ci ilə keçibdə 2-ci Dünya müharibəsində bəlkə bu qədər. 100 minlərlə də fərarisi var. İndi biz o videolarda görürük, onu da deyək ki, müharibə aparırlar, qorxurlar. Can şirin şeydir də, qaçırlar. Yolda tuturlar, izdə tuturlar, hərbi polisləri, nə bilim, onların milli polisləri tutub həmin insanları müharibəyə cəlb edir. Yəni, bu müharibədir. Bu müharibədə mən ölüm, sən ölüm yoxdur. Bu müharibə, yəni 100% ölümdür. Bu günləri Rusiyanın, yəni fəlakəti odur ki, Putin anlamaq istəmir ki, sənin o üz üstürmə sizdən və tamaşaçılan belə o gəzməyinlə deyil. O bir söz var, deyir, gən belə özündə, belə sənin o belə gəzməyinlə deyir. Bu günləri sizin də qeyd etdiyiniz kimi, həmin o Ukrayna dil çıxarıb yalvarırdı dünyaya ki, bizə kömək eləyin. Heç nəyi yox idi. Az danışıb iş gördülər. Gecə gündüz iş gördülər. Ortaya nəticə qoyublar. Valla mən sizə deyirəm, indi artıq keçib son variantı Rusiya. Zelenskini axtarırlar, Sırskini axtarırlar. Ukrayna hərbi komandanlığı Zelenskinin yeri müəyyən eləmək istəyirlər, vurub. Yəni onunla gördü artıq. Bilirsiniz, o siz bayalar dedi, o Putin ki, hansı ki Zelenskini ümumiyyətlə adını çəkmirdi. Ötən günlərdə nə dedi? Ləman xanım dedi, cənab Zelenski ilə müzakirələrə hazırıq. O vaxta qədər legitim prezident saymırdı, onun haqqında hər şey deyirdi, dediyim kimi təlxək deyirdi, şovmen deyirdi, hər söz deyirdi. İndi təlxəyin yekəsi budur, xalqıvı qırğına verən təlxək sənsən, ağılsız sənsən, boş beyin sənsən. Rusiya rəhbərliyi bu günləri bütün dünyanın gözü qarşısında o vəziyyətdədir. Moskvanı 41-45-də vurmayıblar Ləman xanım. Hitler 41-45-də o günlər çıxıb o genələ danışır deyə, nə bilim. Orada da deməli həyasızcasına qələbəni Rus xalqının ayağına yazdı. Orada Azərbaycanlılar ölüb, Gürcülər ölüb, orada Özbəklər ölüb, Orta Asiya, Pribaltika hamının zəhməti olubdu. 600 min Azərbaycanlı getmişdi. Həyasızcasına durub dedi ki, это победа русского солдата. Ruskova soldata. Təsəvvür edirsiniz? Yəni bu əxlaqsızdır, bu tərbiyəsizdir. Bu siyasətin bilirsiniz necədir? Ən belə iyrənc üzüdür. Və Üzeyir bəy, Ruslar savaşdan yorulub, deməli bir Birmingham Universitetinin professoru Lucas Scott var. Çox maraqlı bir fikirləri var. O deyir ki, Putinin müharibənin tezliklə bitəcəyini açıqlamasına baxmayaraq Kreml güzəştə getməyə hazır olmadığından münaqişə əslində uzun müddət davam edəcək. O belə düşünür. Deyir ki, Rusiya diktatoru qazanılan qələbədən və ya yekun atəşkəs haqqında razılaşmadan birbaşa danışmadı. Ötən günkü çıxışını nəzərdə tutur. Müharibənin başa çatması ilə bağlı ifadə 45 dəqiqəlik çıxışın sonunda səsləndi deyir və çıxışın əsas hissəsi deyildi. Bir çox Rus işğaldan yorulub və hər şeyin bitməsini istəyirlər. Ona görə də Putinin hər şeyin tezliklə bitəcəyini söyləməsi məntiqlidir deyir, amma eyni zamanda da bildirir ki, yəni Putin müharibənin tezliklə bitəcəyini baxmayaraq ki, açıqlayır, amma bu müharibə uzun müddət davam edəcək, çünki Putin bunu edəcəyi təqdirdə yəqin ki, Putinin özünün də sağ-salamat buraxmazlar. Nəyə nail olduğunu sualı var. Onu Bəşər Əsədin atası var, Hafiz Əsəd. Onun taleyi gözləyir. Onu yer üzündən, onun heç külünü saxlamayacaqlar. Çünki o iki qardaş xalqı belə deyil də, xristiyan xalqı, yəni elə bir vəziyyətə gətirdik. Kim ona belə deyək, ürəyi yumşaqlıq göstərir? İndi bəzən biz bu sözü deyəndə deyirlər ki, biz də ermənilərlə müharibədə idik də. Bizim vəziyyətimiz biraz fərqlidir. Yəni bizim din belə deyək, fərqimiz var idi. Sonra ermənilər bu günləri 100 dəfə bizim qarşımızda öz qələtlərini etiraf edirlər ki, bizi bu oyuna salmışdılar. Mən sizdən tamamilə razıyam və o yoldaşın da yəni açıqlaması Putin ağlını itirib. Ləman xanım, o durmalıdır. Baxın, görün. Sonda ya intihar eləyəcək Hitler kimi. Yo, onu öldürəcəklər. Ya öldürəcəklər, ya da öz-özünü öldürəcək. Ləman xanım, valla onda o cəsarət yoxdur özünü qəsd eləsin. Qorxağın qorxağıdır. Bilirsiniz, bu adam yəni həyatı boyu qorxaq olub. Ləman xanım,
onun o belə deyək də bütün danlarını öyrənən alimlər onu ümumiyyətlə yəni belə təqdim eləyirlər. Mənə bəzən deyirlər ki, sən qorxmursan, məsələn onun ünvanına efirdən beləsə deyirəm, qardaşım, o ölüb onu sadəcə bizim şeyx gedib götürməlidir Kirilllə ortadan ki, avar bastırmalıdır. O ola bilsin Rusiya üçün yaşayır. O mənim üçün doğrudan da ölüb. 2022-ci ildə o qərarı verəndə mən deyirdim ki, o adamdan, yenə də deyirəm, dövlət başçısı artıq bilirsiniz necədir? Ona dövlət başçısı demək də günahdır. Rusiyanın özündə bu günləri insanlar bizneslərini itiriblər, Ləman xanım. Həyatlarını itiriblər, nüfuzlarını itiriblər. Qalmayıb, Rusiyada Rusiyalı qalmayıb. Vallahi deyirəm, mən bu günləri bu sözü ona görə demirəm, məlumatımı. Bəzən deyirlər ki, bunun savadı yoxdur, nə bilim, bunun məlumatı yoxdur. Yoxsa savadım var, yaz Ləman xanıma, Ləman xanım desin ki, burada Rusiya prezidenti bu müharibədə nələr əldə edib. 3-4 kənd əldə edib, 3-4 qəsəbə əldə edib, bir vilayət əldə edib, 3 vilayət əldə edib. Bununla nəticə mi var ortada? Bir var sənin taktiki hədəflərin, bir də var sənin strateji hədəflərin. Sən bu müharibəni başlayanda nə fikirləşirdin? Adama deyərlər ki, mən bura gələndə bilirdim ki, verilişə gələndə. Düzdür, Ləman xanım? Doğru. Sən müharibəni başlayanda nəyə deyirdin ki, Ukrayna NATO üzvü olmasın? Ukraynadan da tez 2 ölkə, Finlandiya ilə deməli İsveç NATO üzvü oldu. Sən səsini çıxara bildin? Yox. Sən əksinə o deyir, istədiyi yar idi, yetirdi pərverdigar. 1000 kilometrlərlə əlavə özüvə problem yarattın. Ləğv elədiyin Leningrad hərbi dairəsini yenidən özüvə məcbur elədilər, fərman imzaladın, həmin hərbi dairəni yenidən yarattın. Sən bu günləri Ukraynanı deyir, fikir verin, şərt, sən Moskvaya gəl, mən Moskvada səninlə danışım. Sən Donbası mənə ver, mən səndən danışıqlara başlayayım. Adama deyərlər, xəstə, idiliçiz. Çazov da yoxdur, o vaxt yadınıza gəlir, Yevgeni Çazov vardı. Rejim bir həkim idi. Yəni o yekələrin həkimi. O da yoxdur, nə bilim, Velixov da yoxdur, o bursu da yoxdur ki, bunu bir belə uzatsınlar, stolun üstündə bir müayinə eləsinlər.